Salam uşaqlar. Demək bizim növbəti dərsimiz rasional ifadələr olacaq. Demək rasional ifadələr başlayırıq. Demək riyazi ifadələr. Demək riyazi ifadələr. Riyazi ifadələr. Demək riyazi ifadələr iki yerə ayrılır. Biri olur ədədi ifadələr. İkincisi olur hərfi ifadələr. Demək ədədi ifadələrə nələr? Ədədlər və əməllərin köməyi ilə yazılan ifadələrə ədədi ifadələr deyilir. Bu əməl işarələri deyəndə toplama, çıxma, vurma, bölmə, qüvvətə yüksəltmə, mötərizə, bunlar hamısı əməl işarələri adlanılır. Yəni onlardan ibarət olan ifadədir. Məsəl üçün 10 vurulsun 5, üstəyə gəlinsin 2,5 vurulsun 5 üstəyə gəlinsin 2, o da bölünsün 2'ye. Gəlin başlayırıq. 10'u 5'e vururam 50. Üstə gəl. 5'in üstünə 2 gələm 7. 7'yi vururam 2,5'e. Demək 2,5'i 7'ye vururam. Sonra bölürəm 2'ye. Bərabərdir. 50 üstə gəlinsin. 2,5'i 7'ye vuranda 7'ye 5 35, 5 yazıram 3 yerdə, 7 və 2 14, o da 17. 17,5 bölünsün 2'ye. Şimdi 17,5'i 2'ye böləndə düşür. Demək ki 8 tam demək olur bərabərdir. 50'in üstüne gələcəm 8 tam %75 eləcək 58 tam %75. Bu oldu ədədi ifadə. Hərfi ifadələr isə hərf əməllərin köməyi ilə yazılır. Məsəl üçün 3x üstə gəl 4. Məsəl üçün 2a çıxılsın b bölünsün 4c. Məsəl üçün 5x kvadrat üstə gəl y çıxılsın 3. Baxın, ədədlər və hərflər, hərf daxil olan ifadəyə də deyirlər hərfi ifadələr. Ədədi ifadə ilə hərfi ifadənin bir fərqi də odur ki, ədədi ifadənin bir dənə qiyməti olur. Məsəl üçün 5'in üstünə 3 vuraram 2'ye bərabər eləyəcək 16'ya. Amma 2x üstə gəl 4 ədədi ifadənin qiyməti hərfin qiymətindən asılı olaraq dəyişir. Məsəl üçün x-in yerinə 1 qoyaram, 2'ni 1'ə vuraram, üstünə 4 gəlirəm, eləyir 6. X-in yerinə 3 qoyaram, 2'ni vuraram 3'ə, üstə gəl 4, bərabər 10 edir. Bu da olur ədədi ifadənin qiyməti, demək x hərfi ifadənin qiyməti bu hərfdən asılıdır. Demək bir şeydə qeyd edeyim ki, hər hansı bir ifadənin qiymətini tapanda belə bir cavab alınır. Fərz edək ki, cavabımız alıb 5x çıxılsın 4 bölünsün 0 alınıb. Bu olmaz. Bu o deməkdir ki, bu ifadənin mənası yoxdur. Məsəl üçün 5 bölünsün x çıxılsın 3. X-in yerinə 3 qoysam, məxrəc olacaq 5 bölünsün 3 çıxılsın 3. O da eləyəcək 5 böl 0. Bu zaman bu ifadənin mənası olmaz. Yəni 0'a bölmə olmaz. Yəni onda ifadənin mənası olmur. Amma hər hansı 0'ı hər hansı bir ədədə bölsək, onda bu ifadənin qiyməti olur 0. Bir də uşaqlar bu eynilik var.
Demək, dəyişənin mümkün qiymətlərində doğru olan bərabərliyə eynilik deyilir. Məsəl üçün, yazıram burada ki, x çıxılsın 4, vurulsun x üstəgəl 3, bərabərdir. Eynilik olaraq belə bir eynilik yazıram mən ki, x kvadrat çıxılsın 4x 4x yox, çıxılsın x çıxılsın 12. Deyirəm ki, bunları isbat edin ki, bunlar eynilikdir. Necə yazarıq? Onda ya bunu bu vəziyyətə gətirməliyik, sadələşdirək. Gəlin sadələşdirək. X-i vururam, x elir x kvadrat. X-i 3-ə vururam, elir 3x. 4-ü buna vururam, elir 4x. 4'ü 3'e vuranda çıx 12. Bərabərdir. X kvadrat 3x çıxılsın 4x. Elir x çıxılsın 12. Həmin ifadəni aldım. Demək bu eynilikdir. Bir başqa eynilik yazım. Məsəl üçün x üstə gəlsin 5. X çıxılsın 4. Üstə gəlsin 12 bərabərdir. X çıxılsın 1. X üstə gəl 2 çıx 6. Görək bu eynilikdir yoxsa yox. Demək x-ə vuram elir x kvadrat. X-i 4'ə vuram 4x. 5x-ə vuram 5x. 5'i 4'ə vuram çıxılsın 20. Üstə gəlsin 12. Görək bərabər olur nəyə? X kvadrat. Çıx, üstə gəl x. Baxın, mənfi 20, üstə gəl 12, çıx 8. Bunun cavabı elədir belə. İndi gəlin bunu buna vururam. X-ə vururam, elir x kvadrat. X-i 2'yə vururam, elir 2x. Mənfi x-i buna vuran deyəcək x. Sonra biri mənfi 2'yə, biri müsbət, mənfi 1'i 2'yə vuran deyilir mənfi 2. Çıx 6. Bərabərdir. X kvadrat 2x çıx x. Elir üstə gəl x çıx 8. Həmin cavab alındı. Bəli. Demək bunlar eynilikdir. Yəni eyniliyi isbat eləmək üçün bərabərliyin sağ və sol tərəfini sadələşdiririk. Ola bilsin ki, elə ifadədir ki, elə bir tərəfi sadələşdirəndə həmin digər ifadəni verər. Onda iki tərəfini də sadələşdirməyə ehtiyac yoxdur. Bizim ama bu misalımızda, bu tapşırığımızda hər iki tərəfin sadələşdirdim. Amma bu misalımızda bir tərəfi sadələşdirib gətirib bu vəziyyətə saldım. Və bərabər olduğuna görə eynilik oldu. Demək ki, biz riyazi ifadələrdən sonra gedirik tam cəbri ifadələrə. Tam cəbri ifadələr. Demək, ədədlər, dəyişənlər, çıxma, vurma, bölmə və əməllərin iştirakı ilə, yəni toplama, çıxma, vurma, bölmə, vurma, mötərizə, qüvvətə yüksəltmə, belə ifadələrin çoxəli əməllərin iştirakı ilə yazılan ifadələrə tam cəbri ifadələr deyilir. Tam cəbri ifadədə hərfə bölmə əməli yoxdursa, yəni məsəl üçün 5y çıxılsın 4 bölünsün 5y. Yəni məxrəcdə hərfə bölmə əməli yoxdursa, ona deyirlər tam cəbri ifadələr. Və tam cəbri ifadələr iki yerə bölünür. Bir hədli və çox hədli.
Yəni bir hədli və oldu çox hədli. İndi əvvəl gəlin biz bir hədlidən danışaq. Bir hədli nəyə deyilir? Ədədlər, dəyişənlər və onların mənfi olmayan tam üstü qüvvətlərin hasilinə bir ədli deyilir. Nə deməkdir? Ədədlər, dəyişənlər və mənfi olmayan qüvvətlər. Buna deyirlər bir hədli. Amma belə olsa bu bir hədli deyil. Çünki burada mənfi var. Bax, belə olan halda deyirlər bir hədlidir. Belə də yazılsa bu bir hədli deyil. Bir hədlidə ancaq hasil olmalıdır və qüvvətlər müsbət olmalıdır. Hərflər ayrı-ayrı hərflər olmalıdır və əmsal olmalıdır. Buna deyirlər bir hədlinin əmsalı. Dəyişənlərin üstündəkilərə deyirlər bir hədlinin qüvvəti və ya dərəcəsi. 3-ün üstünə 2, 5, üstünə 7, 12. Bunun dərəcəsi 12-dir. Əmsalı isə 5-dir. Məsəl üçün, bir ədillərə bir-iki nümunə də deyim. Mənfi 3x kvadrat y, mənfi 4x kub y z, 5a b c üstü 2. Bunlar hamısı bir ədillərdir. Buna deyilər bir ədilin əmsalları. Burada bir ədillərin qüvvətləri, yəni toplayıram. 1, 1, 2, 2, 4. Burada qüvvət 4'dür. 3'ün üstünə 1 gələm 4, üstünə 1 gələm 5, qüvvət 5'dir. 2'nin üstünə 1 gələm 3, qüvvət 3'dür. Bizim gördüyümüz bütün həqiqi ədədlər 5, mənfi 3, x kvadrat, mənfi 2'də 1, müsbət 2'də 1. Bunlar da hamısı bir hədlidir. Sadəcə bunun yanındakı dəyişənin üstü, 0 üstü kəmiyyət götürülür. Biz demişdik mənfi olmasın. Və 0 üstü kəmiyyət 1'ə bərabər olduğuna görə bu mənfi 3'ü vuracaq 1'ə. Eləyəcək mənfi 3. Bunlar da bir ədillərdir. Demək, bir hədli standart şəkildə olması üçün ümumiyyətlə əmsal, yəni ədəd əvvəldə olmalıdır və ya bir yerdə olmalıdır. Burada əmsal 2 yerdə var. 3'ü 5'ə vuracam 15. X'in üstü burada 1'dir, bu da 1'dir, 2'dir. Y üstü 2'nin üstünə 1, 3'dür. 7x 3 y kvadratı vurulsun 5x. Əmsal 7 5'ə vururam 35. X üstü 3'ün üstünə 1 4 y kvadratı. Bu oldu əmsal. 4'ün üstünə 2 6, bu da qüvvət. Burada əmsal 15'dir. 2'nin üstünə 3 5 də qüvvətdir. Demək, standart şəkildə bir hədlidə əmsal bir dənə hərf bir yerdə olmalıdır. Ədəd bir yerdə olmalıdır. Hərflər də rəsmdə bir dənə yerdə olmalıdır. Bax, burada 2 dənə var deyil, standart şəkildə deyil. Demək, bir hədlilərin hasili, bir hədlilərin hasili var, nisbəti var və bir hədliləri qüvvətə yüksəldilməsi var. Bir hədlinin hasili dedik ki 3x y vurulsun 5a x kvadrat. Bir-birinə vurmaqdan ötürü əmsalları bir-birinə vururam. 3'ün üstü 5 15. X burada bir dənədir, burada da üstü 2'dir, toplanılır 3. Y a.
Bu oldu standart şəkildə bir hədli. Bir hədli də yazıram. 3a kvadrat b vurulsun 2ab-nin kubu. Baxın, bir-birinə vur. 3'ü 2'yə vuram 6. A üssü 2'nin üstünə 1 3. B üssü 1'in üstünə 3 4. Bunun əmsalı 6'dır. Qüvvəti də bunların cəmidir. 7'dir. Məsələn, biz natural üstü qüvvətləri keçəndə mən demişdim. Bunların əsasları eynidirsə qüvvətləri toplayırıq. Baxın uşaqlar, bu elə bir hədlilərin hasili deməkdir. Məsələn, yazıram mən 2x üssü 7 bölünsün, vurulsun 3x üssü 3 bərabərdir. 2'ni 3'ə vuranda 6, x üssü 7'ni 3'ə vuran toplayacağım 10. Bu da oldu bir hədlilərin hasili. Sonra bir hədlinin nisbəti 25 x üssü 2 y bölünsün 5 x y bərabərdir. 25'i 5'ə bölərəm 5 x üssü 2'dən 1'in çıxıram 1 y-də y-ə böləndə gedir. Qalır 5x. Bunun əmsalı 5'dir, qüvvəti 1'dir. Bildiyimiz əmsalları bir-birinə bölürük. Natural üstü qüvvətdən bildiyimiz kimi oxşar bir ədliləri də əsasları saxlayıb qüvvətləri çıxırıq. Bu olur bir ədlilərin nisbəti. Bir də uşaqlar oxşar bir hədli var. Oxşar bir hədlilər yalnız əmsallarına görə fərqlənən bir hədlilərdir. Məsələn, 5x kvadrat y bir də -7x kvadrat y. Bunlar oxşar bir hədlilərdir. Yalnız əmsalları ilə fərqlənir. Həmin bir hədliləri mən toplasam, onda bunların əmsallarını toplayıb çıxacam. Qüvvətlərini toplayıb çıxmayacam. 5 -7 eləcək -2x kvadrat y. Bu oldu oxşar bir hədlilərin toplanması. Ümumiyyətlə bir hədlilərin toplanmasında oxşar bir hədliləri toplayanda yenə bir hədli alınır. Amma oxşar olmayanları toplayanda o çox hədli alınır. O da digər videomuzda çox hədlini daha ətraflı izah edəcəm. Demək, bir hədlilər üzərində əməllərin biri də qüvvətə yüksəltmə əməli oldu. Məsələn, belə bir qüvvətə yüksəltmə əməli deyirəm. Məsələn, 2a üssü 3b 10 da üssü 4 bərabərdir. 2 üstü 4 a üssü 3'ü 4'ə vururam 12. Bu b'nin də üssü 1'dir. 1'i 4'ə vururam 4. O da bərabərdir. 2 üssü 4 16. A üssü 12. B üssü 4. Bu oldu bir hədli. Bax, standart şəkildə bir hədlidir. Demək, bir hədlini qüvvətə yüksəldəndə onun üstün əmsalın həmin dərəcədən qüvvətə yüksəldirik. Üstlərini də qüvvətlərini vururuq. Və bu bir hədlinin əmsalı 16'dır. Dərəcəsi də 16'dır. Məsələn, belə bir misal var. Hamısı birlikdə mən onu sizə deyim. Demək, -2'də 1 a üssü 2 b üssü 1 olmasın 3 olsun 10 üssü kvadrat 2 bölünsün 4'də 1 a b kvadrat. Belə bir misal yazıram. Bərabərdir. 2'də 1'in kvadrat edir 4'də 1 a üssü 2'ni 2'yə vuram 4
B üssü 3'ü 2'yə vuram 6. Bölünsün 4'də 1. A, B kvadrat. 4'də 1'i 4'də 1'ə böləndə 1 düşür. Əsaslar eynidirsə qüvvətlər çıxılır. 4'dən 1'in çıxıram 3. 6'dan da 2'sini çıxıram 4. Bu oldu bir hədli. İndi bunun əmsalı 1'dir. Qüvvəti 3'ün üstünə 4 7'dir. Məsəl üçün mən belə bir misal yazıram. Deyir ki, burada 2 A üstü 5 vurulsun 8 A üstü n üstə gəl 3. O da vurulsun B kvadrat. Belə bir hədli verib. Deyir ki, bunu standart şəkildə gətirsək, yəni 2 8'ə vuram 16. A üstü 5, bunları toplayacağım. Necə n üstə gəl 8, B üstü 2. Bu çox hədlinin dərəcəsi deyir 16'dır. Eni tap. Dərəcə, qüvvət, eyni şeydir. Demək biz üstləri toplayacağıq. Üstə gəl 2. Bərabər olmalıdır 16 dedim. 18 demişdimsə də bəlkə indi 16 yazıram. Fərqi yoxdur, 16 olsun. N üstə gəlinsin 10 bərabər 16. N də bərabərdir 16'dan 10 çıxıram 6. Demək 6 olsa qüvvəti olacaq 16. Bir də biz bir ədilləri, hər hansı bir ədilini ədədin kvadratı şəklində göstərə bilərik. Məsələn, x kvadrat y üstü 4. Bunu mən belə yazaram. 4 x y kvadratının üstü kvadrat. Bu oldu bir ədilinin kvadratı. Mən o zaman bunu kvadrat şəklində yazmalıyam ki, əmsal hər hansı bir ədədin kvadratı olsun, hərflərin də qüvvətləri cüt ədəd olsun. Və yaxud ki, mənfi 16 x kvadrat y üstü 4. Mən bunu yaza bilmərəm. Çünki heç nəyin kvadratı mənfi 16 etmir. Və yaxud da ki, 25 x üstü 3 y üstü 8. Düzdür, bunu yazaram. 5'in kvadratını. Bunu da yazaram. Y üstü 4'ün kvadratı. Amma bunu yaza bilmərəm. O bir hədliləri ki, kvadrat şəklində yazmaq olur, onun əmsalı hər hansı bir ədədin kvadratı olmalıdır və hərflərin də üstü cüt ədəd olmalıdır. Məsəl üçün, bir dənə də nümunə götürüm. 64 x üstü 8 y üstü 6. Onda bu olacaq 8 x üstü 4 y üstü 3'ün kvadratı. Bu oldu bir ədillərin kvadrat şəklində göstərilməsi. Baxın uşaqlar, biz bu videomuzda bir ədillər üzərində ətraflı məlumat verdim. Digər videoda da bir ədillərdən test tapşırıqları çəkib atacağım. Çox ədilini də ayrı bir videoda həllini çəkib atacağım. Çox sağ olun, diqqətinizə görə çox sağ olun. İnşallah işdə söz çalışsınız, yaxşı nəticə əldə edə bilərsiniz. Sağ olun.